Üzüm çox faydalı və qiymətli bitkidir. Azərbaycanın əksər rayonlarında xalqımızın ən sevimli neməti kimi becərilir. Üzüm tənəyinin yarpağı da çox faydalıdır. Azərbaycanda çox sayda üzüm növləri yetişdirilir. Onlar öz adlarını əksər hallarda malik olduğu bu və ya digər xüsusiyyətə uyğun alıb. Rənginə, keyfiyyətinə, dadına, rayihəsinə, giləsinin ölçüsünə, toxumlarının böyüklüyü və salxımlarının formasına görə bir-birlərindən fərqlənirlər. Bir sıra üzüm növlərinə isə yetişdirdikləri yerlərə uyğun adlar verilib. Dünyada mövcud olan 20 min üzüm sortundan yalnız bir neçəsi müalicə üzümü hesab edilir. Ən yaxşı müalicə üzümü olaraq Təbrizini qəbul etmək olar. Azərbaycanlılar Təbrizi üzüm sortundan həm qida məhsulu, həm də müalicə vasitəsi kimi istifadə edirlər. Gördüğümüz bu üzümlükte biz bugün Azerbaycan'ın milli sərvəti olan Təbrizi üzüm sortu hakkında bir neçə izahat işi verməliyik. Təbrizi sortu adından məlum olduğu kimi Təbriz kimi səslənir. Ancaq bunun vətəni elə Gəncədir. Əsas kitablarda Gəncə süfrəsi adlanır. Təbriz buna bir növ qondarmadır. Vaxtilə belə bir rəvayət var ki, Gəncədən Təbrizə çoxlu üzüm aparı satıblar. O qədər aparı satıblar ki, elə deyirlər ki, bu Gəncə üzümüdür. Gəncədən ora gedənlər, oradan bura gələnlər və ilaxirə Təbriz adı ilə biraz adlanırdı. Ancaq ən Təbrizə uyğun gələni belə bir versiyadır ki, Rus generalı Gəncəyə qubernator kimi bu vəzifə, buna bənzər bir vəzifə gəlir. O gələndə Təbrizdə bu sort çox xoşuna gəlir. Özü ilə gələndə gətirir Gəncədə üzüm bağı salır. Elə onun bağından kimsə üzüm yeyir, deyir ki, bu Təbrizdən gələn üzüm. Əlbəttə bunların hamısı şayədir, əsassızdır. Bu sort Gəncədə intizar tapıbdır, burada formalaşıbdır. Sortun əmələ gəlmə tarixi məlum deyil. Ancaq qədim Gəncəlilər bu sort haqqında, Nizami Gəncəvinin vaxtından bu sort haqqında çox gözəl söz-söhbətlər əmələ gəlirdi. Bu sort Gəncəbasarın ən qiymətli, mən deyərdim, şah üzümüdür. Təbriz sortunun başqa üzümlərdən başqa bir belə xoşa gələn cəhəti ondan ibarətdir ki, bunda şəkərlə turşuluq ahəngdarlıq təşkil edir. Yəni, yeyəndə demirsən ki, bu çox şirindir, məni tutdu. Və yaxud da demirsən ki, turşdu, yeyə bilmirəm. Burada şəkərlə turşuluq bir nisbət təşkil edilir. O nisbəti biz üzümçülər ahəngdarlıq deyirik. Yəni, heç birisi o birisindən yüksək səviyyədə olmadığına görə biz bunları bir tərəfli tənqid eləməyə ixtiyarımız yoxdur. Qədimdən belə 2 dəfə, 3 dəfə 1860-cı ildə, 1920-ci ildə təxminən deyirəm, xarici ölkələrdə qızıl medal aldı. Ona görə də bunun inkişafını Respublika miqyasında mən xahiş eləyərdim, artıraq, qoruyaq və bu gene fondumuzun şah əsəri olan Təbriz tənəyinin, üzüm sortunu saxlaya bilək. Bu üzüm növü Azərbaycanın ən keyfiyyətli süfrə üzümlərindəndir. Yarandığı vaxtdan Təbriz adlanır. Azərbaycanda, Gürcüstanda və Dağıstanda geniş yayılıb. Çoxlu sinonimlərə malikdir. Gəncəbasar və Qərb bölgəsində daha çox becərilir. Sortun adının Təbrizi olması keçmişdə Azərbaycanla İranın, xüsusilə Təbrizin yüksək ticarət əlaqələri ilə bağlıdır. Kolu güclü böyüyəndir, çiçəkləri öz-özünü tozlayandır, salxımı orta irilikdə və iridir, konusvari və sıxdır.
Gilələri orta irilikdə və iri, oval yetişib, ötdükdə kəhraba və açıq qızıl rəngi alır. Qabığı qalın və elastikdir. Möhkəm mum qatı ilə örtülüdür. Ləti şirəlidir, orta yetişəndir. Məhsuldarlığı ortadır. İsti və yüngül torpaqlarda yüksək keyfiyyət kəsb edir. Məhsulun yüksək saxlanma və daşınma qabiliyyəti var. Dadı adi, ahəngdar və təravətlidir. Təbrizi sortunun 1940-cı illərdə 3 növü aşkar edilib. Sonralar 1980-ci illərdə bizim tərəfimizdən əlavə 2 sort aşkar edilib. Bu üzüm növünün bir çox cəhətləri hələ tam öyrənilməyib. Dünya üzümçülüyündə şaslı sortunu malicəvi üzüm adlandırırlar. Təbrizi üzüm növü dərindən öyrənilsə, təbliğ edilsə, heç də şasladan geri qalmayan, bəlkə də ondan üstün olan bir üzüm növü kimi qəbul edilir.